Herkese salam. Bugünkü mövzumuz başlıqdan da görmüş olduğunuz kimi qaş açma ilə bağlıdır. Yəni bugün qaşlarımı açıram, siz də izləyirsiniz. Deməli, qaşlarımı açmaq üçün bizə nələr lazım olacaq onları göstərirəm. Mən belə bir qab götürürəm. Siz balaca da götürə bilərsiniz. 2 ədəd belə qaş fırçası. Daha sonra belə bir pambıq, məsələn, elə bir şey. Bilirsiniz də, makyaj silmək üçün istifadə olunur ondan. Və ən əsas star parçalarımız bu iki məhsul. Qaşlarımı bunlarla açırıq. Mən artıq 2 ilə yaxındır ki, qaşlarımın rəngini açıram. Öz qaşlarım tünd qara rəngdədir və o rəngi bəyənmirəm. Məni daha buğunluq göstərdiyini düşünürəm. Həmişə qaşlarımı açanda belə üzümə nur gəlir sanki. O görüntünü çox bəyənirəm. Bu arada həmişə Instagramda və TikTokda paylaşırdım. Orada çox bəyənilirdi, çox sevilirdi, çox suallar gəlirdi. Düşündüm ki, bu dəfə YouTube üçün paylaşım. İlk öncə tərtəmiz fırça ilə qaşımı darayıram. Daha sonra bu qabı əlimə alıb bu məhsulu açmağa başlayıram. Məndə Velaton 8.1 rəngidir. Başqa rənglərdə istifadə edən var, L'Oreal və s. Açığı mən onları istifadə eləməmişəm deyə haqqında fikir bildirə bilməyəcəm. Bəlkə də yaxşıdır, bəlkə də pis olan da var. Amma mən həmişə Velaton istifadə edirəm. Bu artıq ikinci qablaşmadır məndə. Buradan bizə lazım olan məhsullar sadəcə bu ikisidir. Baxın, bu və bu. Təxminən bu qədəri mənim qaşım üçün kifayət edir. Eyni qədərdə digər məhsulu istifadə eləməliyik. Amma həmişə bunun qədərini tutdura bilmirəm. Ümid edirəm bu dəfə alınar. Ya Allah. Məncə oldu. İndi ora göstərəndə biraz axacaq. Fırçanın başlığını biraz belə əyib, daha sonra bunları belə qarışdıracağım. Onda daha rahat qarışır. Görsəm ki, şampunu azdır, çox qatıdır. Onda biraz şampun əlavə eləmək olar. Şampun dediyim budur. Digər təmiz fırçamla qaşımı əksinə doğru darayacağım. Baxın bu şəkildə. Sonra baxın, fırçamı almıram. Yəni üzərinə götürmürəm. Bacardığım qədər belə dağıdım. Başlayıram qaşımı əks tərəfə daramağa. Deməli, əks tərəfə darayıram ki, burada diblərinə tam dolsun məhsul. Mənim qaşım o qədər sıxdır ki, daramaq da çətindir. Ən çox bu hissəsi tez qaralır. Baxın, bu qalın hissəsi. Sonra buradan götürürəm belə. Baxın belə. Fırçanın üzərində olsun. Qoyuram qaşımın üzərinə. Bu qalın hissəsinə indi bilmirəm sizdə necədir. Məndə bu hissəsi biraz çətin tutur deyə bura biraz çox qoyuram. Bu hissəsi tez açılır. İndi digərinə də eləyim. Belə, qaşımı bu hala salandan sonra bunun kənarlarını silirəm pambıqla. İndi təxminən 5 dəqiqə gözlədəcəm. Baxır, indi sizin qaşınızın vəziyyətinə bilmirəm. Mən uzun müddət açdığıma görə ilk dəfə açanda 7-8 dəqiqə saxlamışdım. Hətta 10 dəqiqə də saxlamışdım ilk dəfə üçün. Onda qaşlarım çox tündüdür, çətin açılmışdı. Amma indi 5 dəqiqə, 6 dəqiqə saxlayıb, daha sonra baxıram. Əgər ürəyimcə deyilsə, yenidən qoyub biraz gözlədirəm. Ona görə də konkret bir vaxt deyə bilməyəcəm. Minimum 5 dəqiqə, maksimum 10 dəqiqə saxlaya bilərsiniz. Hələ ki, mən 5 dəqiqə saxlayım, silim, görək necədir, ondan sonra davam edərik. Məncə artıq bu qədər gözlədiyimiz kifayətdir. Silək, baxaq, görək necədir. Əgər bəyənməsəm, yenə açacağım. İndi çox da bilinməyəcək düzdür, siz kameradan bəlkə fərqi hiss etməyəcəksiniz. Amma mən artıq buradan hiss edirəm və çox qəşəng açılıb. Digərini də silim.
Ne qəşəng oldu. O qədər sevirəm ki, qaşımı açmağı. İndi bəlkə də sizə çox fərqli gəlməyəcək digər qaşımdan, amma makyaj eləyəndə mən fərqi çox hiss edirəm. Əgər ki, görsəniz bu hissələrində belə qalıqlar qalıb siləndən sonra, onda belə həmin pambığı isladıb silə bilərsiniz. Adi su ilə isladın amma. Yəni, sulu salfetka ilə silməyinizi tövsiyə eləmirəm, çünki nə də olmuyor, o da spirtlidir. Yəni, içində kimyəvi maddələr var. Adi su ilə belə silin. Əslində, indi məndə çox qəşəng qalındı, yəni qızarıqlıq olmadı. Amma yenə də hər ehtimala bu mor şampunu mütləq istifadə edəcəm. Bu mor şampun isə qaşda olan qızarıqlığı götürmək üçündür. Belə təmiz bir fırçanın üzərinə tökməyə çalışacağım. Baxın, belə. Və bunu qaşımın üzərinə qoyuram. Əks istiqamətə. İndi isə düz. Tam belə daradıqdan sonra bir də üzərinə qoyacağım. Belə üzərinə qoyub saxlayıram. Bunu da ətrafını sileyim, biraz səliqəli görünsün. Bilirəm, oradan baxanda Recep İvedikə oxşuyuram, amma doğrudan çox yaxşı bir şeydir. Yəni, qaşlarınızı əgər açırsınızsa, ümumiyyətlə, bildiyim qədərlə salonda da saç açanda istifadə edirlər mor şampunu. Əslində, qızarıqlığı aradan qaldırmaq üçün istifadə olunur, tonlaşdırmaq üçün belə deyim. Bu arada bir şey də demək istəyirəm. TikTokda həmişə paylaşanda qəribə yorumlar gəlir. Qaşımı açdım, qaşım töküldü, qaşınızı açmayın, tökülür və yaxud da ağarır. Dediyim kimi, 2 ilə yaxındır ki, qaşlarımı açıram. Heç bir tərif falan deyil bu. Sadəcə, məndə doğrudan da elə bir şey olmayıb. Yəni, başıma gəlməyib. Əgər ki, ağardığını görsəm və qaşımın töküldüyünü görsəm, təbii ki, dayandıraram, bir də açmaram qaşımı. Amma hələ ki, elə bir şey başıma gəlməyib. Hə, deməyi unutdum. Mor şampunu isə haradasa 15-20 dəqiqə qaşımda gözlədirəm. Daha sonra yuyacam. Vaxt tamam olduğuna görə artıq bunu da silə bilərəm. Ay, qəşəng qaldı. Oradan da çox yaxşı təsir eləyir mor şampun. Yəni, qızarıqlıq olmasa belə mütləq vurun. İndi təmiz fırça ilə daha yaxından baxaq. Bilmirəm, siz fərqi görə bildiniz, yoxsa yox, amma mənim çox ürəyimcə oldu. Bu barədə suallarınız varsa, kommentə yazmağı unutmayın. Bu arada videomu da bəyənib kanalıma abunə olsanız çox sevinərəm. Hələlik.